Salam aleyküm Natiq usta. Aleyküm salam kardeşim. Sizler için dostlar, bu günlerin çok qeyri-adi bir yemek hazırlayacağım. 2 adet kartuşkadan. Çok sade ve çok güzel bir yemek. Dostlar, bir dənə yumurtamı götürürəm mən. Qaba sındırıram qəşəngcənə. Dostlar, bir dənə yumurtamı qəşəngcənə qarışdırıram. Dostlar, 2 dənə kartuşkamı, bişmiş kartuşkamı əlavə edirəm qabın içərisinə. Qəşəngcənə bunu əzirəm, qəşəngcənə. Dostlar, çox gözəl və qəşəng bir resept hazır. Dostlar, zövqə görə duz, sarı kök, pul biber və 2 qaşıq un, 2 kartoşka, 2 qaşıq un əlavə edirik. Dostlar, qəşəngcənə qarışdırırıq bunu, bir-birinə qəşəng oturdururuq. Dostlar, baxın, yumru eləyirəm, yumru. Baxın, çox gözəl, lokum bir vəziyyətdə alınacaq inşallah. Bax, arasını səliqəli şəkildə deşirəm. Baxın. Dostlar, kartuşkalarımızı tam bu vəziyyətə gətirəndən sonra ketçupumuzu əlavə edirik, qeyri-adi. Dostlar, ketçupumuzu əlavə etdikdən sonra qəşəngcənə ağzını bükürük. Dostlar, baxın, ağzı bağlanandan sonra qəşəng əlimcə yumurlayıram. Baxın. Dostlar, yumurtamızın içine əlavə edirəm. Qəşəngcənə yumurtamız çəkir canına. Sonra suxarikimizə qəşəng batırıram. Qəşəng oturur canına. Dostlar, isitdiyim tavaya əlavə edirik. Baxın, gözəl gör nə qəşəng içini. Dostlar, baxın görün necə bir qəşəng vəziyyətdə qızardı. Baxın siz Allah. Dostlar, baxın görün necə bir ideallı vəziyyətdədir. Dostlar, görün necə bir vəziyyətdə alınır, xırça-xırç, baxın. Məni çək. İnşallah Fəxri ustamızın kanalına abunə olun, takip atın. Belə gözəl reseptlər gəlsin. İyi dəli edir də məni konkret. Salam aleyküm Natiq usta. Aleyküm qardaşım. Nə hazırsan inşallah bu gün izləyicilər üçün? Bu günləri mən boyat çörəyimizi israf eləməmək üçün bütün qardaşlarımıza məsləhət görürəm ki, bu boyat çörəyimizi israf eləməyək. Bundan gözəl bir yemək hazırlayacağım sizlər üçün. Qardaşlar, bir ədəd yumurtamı mən əlavə edirəm qardaşlar. 2 qaşıq unu qardaşlar əlavə edirəm yumurtamın içərisinə qardaşlar. 2 qaşıq sütü qardaşlar əlavə edirik. Zövqə görə duz, qeyri-adi olsun. Qardaşlar, soğan xırda doğramışam, bir də şüyü. Qəşəngcənə bunu mən salxalayıram, bir-birinə qəşəng otursun qardaşlar. Baxın gözəl qardaşlar, boyat çörəyinizi israf etməyin, gözəl mənim qardaşlarım. Qəşəngcənə doğrayın, evdə qəşəng hazırlayın. Əziyyətimizə qarşılıq Fəxri şefimizin kanalına bir abunə, bir dəstək olun, zəhmət olmasa. Bir yorum, bir takip. Gözəl qardaşlar, əlavə edirik çiğimizin içərisinə. Otursun. Qardaşlar, bu qaydada yoğururuq. Gözəl qardaşlar, yağımı əlavə edirəm içərisinə, bir dəfədə qarışdırırım. Gözəl qardaşlar, ayırırıq bu hissələrə qəşəng koklet kimi düzəldirik. Koklet necə də eyni koklet formasında, baxın. Gözəl qardaşlarım, 35 qəpiklik koklet. Gedirsiniz 10 manat, 15 manat verib koklet alırsınız. Bir dənə siz Allah buna baxın, dəyər verin də buna. Dostlar baxın, görün nə qəşəng pul kimi qızarıb. Gözəl qardaşlarım, baxın, lokum kimi. Bu cür əziyyətə qarşılıq sizdən bir dənə dost, qardaşlar, xahiş edirəm. Bir dənə yorum, bir dənə takip, başqa heç nə istəyirəm. Canınızın sağlığı. Gedin hazırlayın, yeyin. Yəni baxaq görə necə bir dad hazırlanır. İyi şey məni dəli edir burada. Əllərə sağlıq Natiq usta. Bay olun. Göz haqqınızı halal edin. Perfect mi? Yenə mən gəldim. Sizlər üçün inşallah saskadan 2 dənə saskadan qeyri-adi yemək hazırlayacağım. Çox ləzzətli və dadlı. 2 dənə saskamızı götürürük. 3 yerə bölürük. Çox gözəl və qeyri-adi olacaq inşallah. Yumurtamızın içərisinə batırırıq. Çox gözəl və dadlı inşallah. Dostlar, yaxşı yumurtaya batırdıqdan sonra unumuzu əlavə edirik. Qəşəngcə oturdururuq. Canına yatır. Dostlar, baxın, hamısını una batırdım. Əlavə etdim. Təzədən yumurtanın içərisinə əlavə edirəm. Qəşəngcə batırırıq. Dostlar, yumurtamızı canına çəkəndən sonra suxarikimizi əlavə edirik. Qəşəngcə suxarikimizdə qarışdırırıq. İnşallah belə reseptlərin gəlməyini istəyirsinizsə, Fəxri şefin kanalına takip, yorum yazın inşallah. Sizləri qulluq eləmək bizim vəzifəmizdir. Dostlar, isitdiyimiz tavaya əlavə edirik. Çox qeyri-adi və ləzzətli dadlı çıxacaq inşallah. Tam ideal vəziyyətdə hazırdır. Baxın.
Görün necə xırça eləyir. Bəh. Var ol Natiq usta. Bunun adını yorumlarda tapana inşallah bizim özel reseptimiz olacak o insansın. Bakın görün necə bir şey hazırlanır. Nuş olsun. Böyle yapmayın. Göz hakkınızı halal edin. Selamun aleyküm Natiq usta. Aleyküm kardeşim. Ne hazırsan inşallah. Kardeşim bu günləri marketdən cips almağa son. Balacalarımızı inşallah evdə sevindirək. 2 ədəd kartoşkadan inşallah sizə qeyri-adi damaşni cips hazırlayacağım. Kartoşkamızı kəsirik. Baxın nəzik, baxın. Nəzik ip kimi. Gözəl mənim əmlərim. Baxın, əmlərinizi taq edin bu reseptin altına. Əmlərim üçün hazırlayıram bu resepti. Əmlərinizi taq edin, baxsınlar. Baxın. Gözəl əmlərim, mənim gözəl əmlərim. Bax, qaba qızır, yarım qızıb, hazırdır. Baxdıran qəşək. Verib 5 manat, 10 manat verirsiniz marketdə cips alırsınız. Eləyin evdə, körpələrimiz də sevilsin qəşək. Bu əziyyətə qarşılıq bizim Fəxri Şefin kanalına bir takip, bir yorum. Eləyin, zəhmət olmasa. Əmlərim, baxın, gözəl əmlər. Bax, hazırdır, baxın. Yığıram çilotsanımın içərisindəki yağı süzülsün. Gözəl əmlər, dəyərli əmlərim mənim. Gözəl əmlərim, baxın. Hazır, tam vəziyyətdə. Baxın, görün, cips kimi hazırlanır. Əlavə edirəm bir dənə salafanın içərisinə. Mənim gözəl əmlərim. Zövqə görə paprika, pul biber, sarı kök, duz. Bunu qarışdırıram gözəl və bir-birinə qəşəng. Əmlərim, sizdən dəstək gözləyirəm bu səhifəyə. Yorum, takip, zəhmət olmasa. Əlavə edirəm içərisinə. Baxın, qəşəngcənə. İndi bunu qarışdıracağım. Kırıltısına baxın dostlar. Mənim gözəl əmlərim. Qoxusu məni dəli edir. Bir dənə siz Allah'ın şarkısına baxın. Gözəl əmlərimə baxın. Cipsi bunun yanında heç nətdə yəni. Baxın. Göz hakkınızı halal edin inşallah. Göz hakkınızı halal edin əmlərim. Arkadaşlar, sizler için bugün qeyri-adi bir resept sos hazırlayıram. Bakın, 100 gram zeytun yağımı əlavə edirəm qabın içərisinə, blenderimizin içərisinə. Bunun adını deməyəcəm, yorumlarda deyəcəm sizə. Bu qeyri-adi bir şeydir, özüm hazırlamışam bunu. Özümə məxsus bir, özel bir reseptdir. Deməli, 50 gram mayonezimizi əlavə edirik içərisinə. Bakın faydalanın da dostlar, bu sos heç Azərbaycanda heç arada yoxdur. Üstü sos, sarımsaq. Dostlar, tam ideal vəziyyətdə hazırdır. Gedin hazırlayın da qardaşlar, gedirsiniz abur-cubra pul verirsiniz. Bu qəşəng hazırlayın evdə, yeyin üçün kef edin. Gözəl, ideal vəziyyətdə. Baxın bir dənə dadına. Bunu inşallah quru yeməklərdən alır. İstifadə edirsiniz quru yeməklərlə yedir. Sulu yemək